Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə bir sıra ölkələrin elmlər akademiyaları və akademik qurumları arasında anlaşma memorandumunun imzalanma mərasimi olub. Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli Amiyanın riyaziyyat heyətinin binasının tarixi barədə qonaqlara məlumat verib. Binanın türk dünyası üçün önəminə toxunaraq 1-ci Türkoloji Qurultayın 1926-cı ildə məhz bu binada keçirildiyini söyləyib. Amiya rəhbəri ötən müddət ərzində Azərbaycan Milli Elmlər Akademiyası ilə nümayəndələrinin tədbirində iştirak etdiyi Gürcüstan, Qazaxıstan, Türkmənistan, Bolqarıstan, Montenegro Elmlər Akademiyaları, Türksoy, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətlər Assosiasiyası, Çinin Hebey Sosial Elmlər Akademiyası, Kore Akademiyası və Vyetnam Sosial Elmlər Akademiyası ilə birgə aparılan layihələr, həmçinin gələcəkdə nəzərdə tutulan birgə tədqiqatlar barədə məlumat verib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə İtaliya Milli Elmlər Akademiyası, Amiya ilə Qazaxıstan Respublikası prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumları imzalanıb. Sonda çıxış edən akademik İsa Həbibəyli qeyd edib ki, imzalanmış sənədlər əlaqələrimizin genişlənməsinə, birgə yeni layihələrin həyata keçirilməsinə və birliyimizin möhkəmlənməsinə xidmət edəcək. Leyli Namiq qızı, Fərid Həşimov, Ziya Xudiyev, Elm TV.